Salam. Hülakülər dövləti haqqında danışaq. Hülakülər dövlətinə tarixdə bəzən Elxanilər dövləti deyilir. Çünki onu idarə edenlər Elxan titulu daşımışlar. Hülakülər dövləti Ərəb xilafətinin süqutu nəticəsində 1258-ci ildə Hülakü xan tərəfindən yaranmışdır. Paytaxt şəhərləri Marağa, Təbriz, Sultaniyə yenidən Təbriz şəhəri olmuşdur. Deməli, Nəsrəddin Tusi əvvəlcə Abaqa xanın vəziri, Hülakü xanın məsləhətçisi olmuşdur. Azərbaycan uğrunda Hülakülər dövlətinə Qızıl Ordu dövləti mübarizə aparmışdır. Ən qüdrətli hökmdarı Qazan xan olmuşdur. Hakimiyyət illəri 1295-1304. Qazan xan hakimiyyətə gələndən sonra bir sıra islahatlar keçirir. Keçirir torpaq islahatı. Torpaq islahatı keçirməkdə məqsəd Monqol qoşununda xidmət edənləri torpaqla təmin etmək idi. Divan, Bayraq, İnci torpaqları hesabına hərbiçilərə iqta torpağı paylamışdır. 1303-cü ildə kəndlərin bir yerdən başa getməsini qadağan etmişdir. Keçirir vergi islahatı. Vergi islahatı keçirməkdən məqsəd məmur özbaşına son qoymaq idi. Vergi islahatı nəticəsində vergi yığılması mərkəzi divan və yaxud da baş divana həvalə edilir. Vergi nağd pul və yaxud da natural formada yığıla bilərdi. Vergi yığılması 3 il müddətinə icarəyə verilmişdir. Dini islahat keçirir. İslam dinini qəbul edərək Mahmud adını götürmüşdür. Rabitə islahatı keçirir. Rabitə islahatına görə 3 fərsəxdən bir, yəni 20-21 kilometrdən bir rabitə dayanacaqları yamlar dayanır. Yamlara başçılıq edən əmirlər olur. Onlar əhalidən vəsait toplanması qadağan edilmişdir. Məhkəmə islahatı tam həyata keçirilmir bu islahat. Məhkəmə islahatında əsas diqqət qazı vəzifələrinə yönəlilir. Alqı-satqı işlərində qayda-qanun yaradılır. Qazıların dilindən iltisam alınır ki, qayda-qanunla idarəçilik sistemi tətbiq edəcəklərinə. Ticarət islahatı. Ticarət islahatının nəticəsində vahid ölçü çəki pul sistemi yaradılmışdır. Keçirilən bu islahatların nəticəsi Hülakülər dövlətinin tənəzzülünün qarşısını alır və süqutunu gecikdirmişdir. Qazan xanın bu islahatların həyata keçirilməsində vəziri Fəzlullah Rəşidəddinin böyük rolu olmuşdur. Qazan xandan sonra hakimiyyətə qardaşı gəlir Məhəmməd Oğlu Zayd. Bunun dövründə dövlət daha da qüvvətlənir. Məhəmməd Oğlu Zayddan sonra kiçik yaşlı oğlu Əbu Səid gəlir. Əbu Səidin dövründə dövlət zəifləyir. Əsas işləri Ali Baş Komandanından Əmir Çoban, Çobanın sülaləsinin nümayəndəsi ələ alır. Lakin sonradan Əbu Səid müəyyən müddət böyüyəndən sonra artıq dövlətdə işləri ələ alır. 1318-ci ildə Xorasanda, 19-cu ildə Naxçıvanda, Sultaniyədə baş verən üsyanları yatırıb, hətta Bahadır ləqəbi ilə təltif edilir. Sonra Əmir Çobanov oğlanlarını 1328-ci ildə edam etdirib, 1335-ci ildə Qızıl Ordu dövləti ilə mübarizə aparıb qalib gəlmişdir. 1338-1357-ci illərdə Hülakülər dövlətini Çobanilər sülaləsi idarə etmişdir. Çobani sülaləsinin nümayəndəsi Məlik Əşrəf olmuş. Çobanlar Hülakülər dövlətini idarə eləyir. Lakin özlərini qanuni hökmdar elan etmirlər. Yəni, Hülakü hökmdarların adından dövləti idarə edirlər. Çobani siyasətinə qarşı çoxluca üsyan olur. 1344-cü ildə Məlik Əşrəfə qarşı Təbrizdə üsyan olur. Nəhayətində 1357-ci ildə Qızıl Ordu xanı Canıbayın hücumu nəticəsində Hülakülər dövləti süquta uğramışdır. Hülakülər dövləti dövründə İncu və Bayraq torpaqları yaranır. Hökmdar xan nəslinə məxsus torpaq İncu, istifadəsi torpaqlar Bayraq torpaqları adlanmışdır. Tamğa vergisi sənətkarlardan alınan vergi, baz isə tacirlərdən alınan vergi idi. Qopçur köçəri maldarlardan alınan vergi idi. Sonradan can vergisinə çevrilmişdir. Hülakülər mövzusu haqqında bu qədər. Sağ olun.